Salam herkese millət, mən Fəxri Əsadov və yeni videomuza xoş gəldiniz. Arxa fondan artıq videomuzun hansı avtomobillə, hansı brendlə bağlı olduğunu məncə artıq bilirsiniz. Hal-hazırda Şahdağdayıq, Pik Palasa gəlmişik və belə desəm, səhər saatlarında hardasa 10-11 kimi yola çıxdıq. Mən də Huracandan gəlmişəm, yeri gəlmişkən, düzdür. Sürücü tərəfdə deyil, sərnişin tərəfdə idim, amma o belə super idi. Yəni, gözəl bir hisslər yaşatdı mənə Huracan, onu deyə bilərəm. Amma məsələ orada deyil, çünki hal-hazırda Nazar Holdingin təşkil etdiyi Lamborghini Bull Run eventindəyik və bu günləri Urus SE incələməsi deməyək, test drive hissəsi də olacaq. Bilmirəm, avtomobili mən idarə edəcəm, yoxsa yox. Hər nədir, hamısını çəkib bir-bir sizə göstərəcəm, amma məncə artıq siz də səbirsizlənirsiniz. Gəlin, arxadakı avtomobilləri bir turlayaq, sizə də göstəreyim ki, hansılar var, hansı modellər var. Markanı artıq bilirsiniz, bu günləri sadəcə sizə Lamborghini göstərəcəm. Amma hansı Lamborghini desəz, məncə başlaya bilərik. Revuelto, hansı ki, sırf bu avtomobilin incələməsi bizim kanalımızda var. Girib, ətraflı avtomobilə baxa bilərsiniz. Çox super hisslər bəxş eləmişdi bu avtomobil bizə. Onu qeyd edeyim bu formada. Onun tam da arxasında daha bir Revuelto var. Buradan gələndə gözəl bir görünüşdə olan, SVJ görünümündə olan bir Aventador var. O tərəfə gedəsi olsaq, millət, bu gördüyünüz yeni Urusdur. Urus SE olaraq keçir. Bu günləri bu SE modelin incələməsi deməyim, test drive olacaq kiçik bir. Düz hal-hazırda yağış yağır, biraz yağıntılı da hava, amma bununla belə məncə bu test drive maraqlı olacaq. Hətta belə deyərdim ki, yağış da biraz da maraq qatmış olacaq. Avtomobillərə davam edirik. Urus, daha sonra gəlirik. Burada belə bir gözəl tünd göy rəngdə Aventador var. Bunu belə göstərim sizə. Çox qəşəngdir. Daha sonra daha bir Urus. Orada bir Huracan görürsünüz. Huracan Spider. Bunu da göstərim sizə. Rəngi qəşəngdir. Nə yalan deyim, xoşuma gəlir. Və ümumi belə baxası olsaq, göy rəng, yaşıl rəng, sarı, tünd boz. Yəni, avtomobillər hamısı rəngarəng, göz oxşur. Baxın, bax elə mən də Huracanla gəlmişəm, amma bu Huracan deyil. Gəldiyimiz Huracanı göstərəcəm. Arxada da Xosrovun maşınıdır. Bu yəni görürsünüz. Pasatkasını falan da verib. Nəysə, davam edirik. Huracan, Urus, Huracan Spider. Daha bir Urus, amma bu SE model deyil. Bir öncəki nəsildir. Gördüyünüz kimi. Onun tam ön hissəsində belə bir gözəlliyi var. Bunun rəngi çox xoşuma gəlir millət. Yəni, speki çox qəşəngdir. Yəni, normalda tünd boz rəng adama o qədər cəlb edici gəlməz, amma bu Urusa yaraşır. Nə yalan deyim. Daha sonra daha bir Urus. Aventador. Aventadorumuz var burada. Belə bir formada göstərim. Qara mat rəngində. Və bu da bizim yol yoldaşlığı etdiyimiz Huracan. Bunu da bu formada göstərim. Maraqlı avtomobildir və sizə deyim ki, daily drive olaraq çox uyğundur da. Yəni, qapısı falan standart formada açılır deyə falan. Yəni, gündəlik idarə edən zaman çox da sizi narahat etmir. Davam edirik millət. Daha bir Aventadorumuz var burada. Onun da ön hissəsində eyni rəngdə olmasa da narıncı rənglər hər ikisi. Daha bir Revuelto'muz var. Yəni, necə yaraşır da, yəni bu rəng necə yaraşır bu avtomobilə. Bunun yanında belə bir Spider Gallardo'muz var. Yəni belə, indi deyəcəksiniz ki, cəmaət hanı hal-hazırda nahar fasiləsidir. Gördüm, elə heç kim yoxdur, sakitçilikdə avtomobilləri tək tənha tapmışkən çəkim sizə də göstərim. Gedim mən də nahar fasiləsinə, daha sonra artıq bizim test drive başlamalıdır. Odur ki, izləmədə olun. Bir də unutmadan bir şeydə nəzərinizə çatdırım. Fona bax. Bu cür kontent başqa kimdə var? Yoxdur, mən də bilirəm. Ona görə də zəhmət olmasa, pauza verirsiniz. Videomuzu bəyənirsiniz. Kanalımıza abunə olmayanlar var. İzləyib qaçırsınız. Zəhmət olmasa kanalımıza da abunə olun ki, bu tip maraqlı, ekskluziv kontentləri elə ən birinci siz görəsiniz. Belə, mən getdim.
Əziz başa düşdünüz. Ceyhun bəy, bugün siz avtomobilə biraz bizə izah verəcəksiniz. Hə, istəyərik. Əsas məsələ, üzr istəyirəm, fərqli cəhətlər. Çünki bizim kanalımızda incələməsi var Urusun. Amma SE-nin yoxdur. SE incələməsi. Ümumiyyətlə SE deyərdim ki, Urus segmentində pik həddə olan bir maşındır. 800 at gücüdür hal-hazırda. Hibrid avtomobildir, bunları bilirsiniz. Evet. Təbii ki, və bunda nə var? Performans rejimi var ki, hansı ki bu heç bir Urusda yoxdur. Hansı ki biz Corsa rejimində test eləyəcəyik. Tamam. Mən sizə yüngül bir dönmə budaqlarını Bəli, istəyərik biz də biraz biz Corsa kadr rejiminə götürək. keçdik. Tamam, Corsa Artıq rejimində. pilot rejimidir və maksimum performansdır. Tamam. Gördünüz onu. Gördük. Yüngül başlanğıcımızı eləyək. Tamam. Ondan sonra geri dönüşdə sizə bunun testini Həvalə eləyərsiniz. Tamam. Millət, onu da qeyd edeyim ki, fikir versəniz lazım. Konsolda falan mən biraz dəyişikliklər görürəm əvvəlki Urusa görə. Yoxsa mən mi səhv düşünürəm? dəyişikliyi var. Biraz dizayn Ekran olaraq böyüyüb və bu ekran biraz daha aşağı ay, düşür. bura elə bil biraz fərqlənib. Fərqli gəlir. Ay, sağ ol. Və karbon detalları çoxdur maşının. Karbon detallar, hə, doğrudan. Burada, orta konsolda ta gedir o tərəfə kimi. Amma sükandan heç danışmadıq ha. Yəni Alcantara sükan. Alcantara sükan belə deyək, bu bizim demo avtomobildir. İstəyə görə rulu karbonda eləmək olar, iki rəngli eləmək olar. Yəni hal-hazırda bu zavodun bizə verdiyi demodur ki, burada da gələn müştərilərimiz bu Alcantaranın nə qədər keyfiyyətli olduğunu özləri paşşıpıçıqlar, toxunduqda hiss eləsin. Sadəcə məsələ odur ki, SUV avtomobildə Alcantara sükan görməyə öyrəşməmişik. Yəni yalan deməyim. Doğrudur. Amma gözəl də görünür, yalan deməyim, çox qəşəng Amma görünür. bunun bir növü də var, hansı ki dəri ilə bir yerdədir. Yəni Hə, yarı Alcantara, yarı dəri. Bəli. Sizə deyim, yolda da nahamarlıqlar var. Amma hiss elətdirmir. Mənzərəmiz çox gözəl. İçimiz çəkilir burada Ceyhun bəy. Biz burada indi İngilvarı aşağı qala qapısına tərəf gedək. Tamam. Təbii ki, təhlükəsizliyə riayət edirik. 100%. Döngələrimiz çox itidir. Sizə desəm, tez drive məncə elə belə yerdə olmağı daha yaxşıdır. Həm döngələrdə hiss edirsiniz avtomobili, həm sürətlənmə və tormozlamada hiss edirsiniz. Mən danışmıram, millət. Siz avtomobilin səsinə, gedişinə baxın. Corsa modunda idarə eləyəcəyik, düzdürmü? Bəli. Tamam. Yuxarı da Alcantaradır. Tamam. Bəli. Avtomobil demək olar, hər Alcantara ilə dam hissəsinə qədər təchizat olunub, amma dəri deyiləm. ya hara baxıram, nəsə görürəm, yalan deyim. Vaxt keçirdikcə daha da qəribə şeylər görürəm, amma sürməzdən əvvəl həqiqətən sürətlər paneli çox qəşəngdir. Hətta sizə deyim ki, voltajla benzin göstəricisinin pribordan, yəni monitordan ayrı analoq formada olmağı, analoq da demir, öyle ayırmaqları məncə maraqlı olub, maraqlı yanaşma olub. Sükan çox qəşəngdir. Sükan çox qəşəngdir. Rahatdır. Vallahi. Sizə deyim, sərnişin oturacağında adam bu qədər hiss eləmir. Sələm. Elə biz adamın öz əlində olanda güc daha maraqlıdır. Və nəzərə alın ki, üzü yuxarı gedirik də yəni. Millət, sizə bax, bütün bu məsələlərdən belə bir nəticəyə gəlirəm ki,
yolsuzluq şəraitində Lamborghini necə sürə bilərəm desəniz, Urus SE ilə bunu reallaşdıra bilərsiniz. Çünki normalda bu buğa loqosunu görəndə siz düz asfaltın üstündə olursunuz. Başqa bir gedə biləcəyiniz yer olmur. Amma hal-hazırda nahamar şəraitdə, belə desəm, sərt döngələrlə falan, yəni yolda belə deyim, valnalar var. Amma onunla belə siz qazdan ayağınızı çəkmədən rahat dönürsünüz və bir o qədər də komfort içərisindəsiniz. Çünki bütün yolu Huracanla gəlmişik, çox sevirik Huracanı, ona bir sözümüz olmasın. Amma uzaq yolda bu, belə deyim, sport oturacaqları biz, belə deyim, bərkliyini hiss elədik. Amma Urusla gəlsəydim bu yolu, heç narahat olmayacaqdım, valla. Çox qəşəngdir. Ceyhun bəy, çox sağ olun, şəraitə görə, valla. Yəni, Yolunuzda hər bir zaman. Var olasınız. 24 saat. Sağ olasınız, sağ olasınız. Çünki biz Urus incələməsi bir neçə il əvvəl etmişdik. Orada artıq ətraflı məlumat vermişdik. Amma SE həqiqətən, yəni SE olaraq deməyim, dəyişikliklər var avtomobildə. Həm performans cəhətdən, həm xarici görünüşdən, həm yəni ümumi 360 dərəcə bu avtomobildə fərqlilik var. Əzizim, yol ver. Çox sağ ol, çox sağ ol. Və yol kənarında olan digər avtomobillərdə məncə sadalamağa artıq ehtiyac yoxdur. Bir-bir dünən sizə bu avtomobilləri mən göstərmişim. Amma bu geriyə dönmə eyni qalıb da, geriyə getmə. Evet, sistem olaraq eyni qalıb. Pilot, feel like a pilot. Hoppa. Diskimizi sürtməmək şərti ilə. Rahatdır. Rahat. Parking də rahatdır sənə deyim, qardaş. Yaxşıdır, yaxşıdır. Bundan bu qədər. Mən sükanı götürüm. Millət, bu da sizə Urus SE. Kiçik bir tur elədik, kiçik bir dövrə vurduq. Bütün hisslərimi bu qısa bir müddətdə nə fikrim var idisə hamısını sizə çatdırdığımı düşünürəm.